Mikrorayonda yaşayanlara qiyməti baha olmayan isti bir kabab seti göstərim. Deməli, Şahdadın 4 nəfərlik yeni setində məzələr, 2 növ salat, pizza, fri kartofla toyuq panko, üstü qazmaqlı plov və qarışıq kabablar var. Kabablara lülə, bastırma, toyuq və antrikot daxildir. Tərəvəz kababları da öz yerində. Öz aramızda hər məkan setdə antrikot vermir. İçki olaraq da bostanın kompotunu verirlər. Bu setin qiyməti 72 manatdır. Vacib qeyd, məkanda servis haqqı yoxdur. Daha bir vacib məqam, bu setdə çay və çörək limitsizdir. Çay da elə belə çay deyil də, samavar çayıdır. Bəli, hardasa set götürüb sonda çaya da əlavə pul verirsinizsə, burada onu da nəzərə alıblar. Yeməklərin keyfiyyətindən uzun-uzadı danışmayacağam. Şahdadda olanlar sözümü təsdiqləyər. Kababları təmiz, keyfiyyətli. Yəni insafən, vicdanən heç bir qüsur görmədik. Antrikotsa çox əla idi. Abi çox yaxşıdır. Vallahi çox yaxşıdır. Yəni adamların haqqını vermək lazım. Salatlardan toyuqlu fisincana biraz duz əlavə etsəydilər daha dadlı olardı, amma məndən başqa da duzdan şikayət eləyən olmadı. Hətta problem məndədir. Pulova isə yağlı bir 5. Et qazmağı evdə belə bişirmirlər, zarafatsız. Məkanda canlı ifalar olur. Bu cavan oğlan çox yaxşı ifa eləyirdi. Həqiqətən alqışa layiq. Məkanın uşaq oyun zonası və namaz otağı da mövcuddur. Şahdad Azadlıq metro stansiyasının çıxışında yerləşir. Videonu yaxınlarınıza göndərin ki, bu qəşəng seti daha çox adam tanısın. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.